Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabrdan etibarən 25-ci yubiley arıçılıq məhsullarının ənənəvi Respublika sərgi satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı fermer iştirak edir. Bu il təsərrüfatımızı Həkəri Arıçılıq Təsərrüfatı olaraq 5 dəfə köç etmişik. 5 köçün nəticəsində çox qeyri-adi poliflor, təbii tərkibi zəngin bir bal əldə etmişik. Meşə balı ilə yaylaq balın qarışdırmışıq. Balın tərkibində həm ağac, həm təbabətdə istifadə olunan dərman bitkilərinin hansı aromatda, hansı dadda olacağını yoxlamaq üçündür. Bildiyiniz kimi Laçın yaylaqlarında 500-dən çox arıya nektar verən Daxçanan bitkisi qeydə alınıb. Bu balın poliflor olması üçün ən mühüm şərtlərdən biridir. ...25-ci satış yarmarkasında iştirak edirik və arı məhsullarının hər birindən demək olar ki, varımızdır, arı südüdür, hemakanatdır, propolisdir, bal qaymağıdır, ballarımızdır, bir neçə müxtəlif cür ballarımızdır. Mənim belə bir devizim var, bir deyimim var ki, balı arıçıdan al, alverçidən yox. Hal-hazırdakı məhsullarım Kəlbəcər rayonunun Qar kəndinin məhsullarıdır. Mən hər bir kəsə tövsiyə edərdim ki, balı arıçılardan alın. Bu boz arının balıdır. O bir arılarda 5 çiçeğin balı varsa boz arının balında 1000 çiçeğin balıdır. Baldakı 1001 dərdin dərmanıdır. Bu ilki yarmarkada 100 tondan artıq təbii bal və 15-dən çox adda arıçılıq məhsulu satışa çıxarılıb. Tam təbii məhsullar gətirmişik, arı məhsulları gətirmişik, müalicəvi dağ ballarımız var, aran balları var, çiçək balı var. Daşkəsən rayonunun su qovşanında saxlayıram arılarımı. Bax, belə bal südüş gətirmişəm. Ənənəvi satış sərgi yarmarkası hər gün saat 9:00-dan etibarən 19:00-dək Gənclik metro stansiyasının yaxınlığında fəaliyyət göstərir. Qeyd edək ki, sərgi 9 noyabradək davam edəcək. Nigar Abbasova, 525-ci kanal.